ki 98% halda boyuna isti qoyulur. İsti qrelka qoyulur, masaj olunur və ağrı keçir. Çünki migren odur ki, beyin toxumasına gedən damarı daralır. Soyuqdanmı, əsəbdənmi, aybaşı vaxtımı xanımlarda. Ancaq sən oraya isti qoyanda bu damar genişləndiyi üçün baş ağrısı aradan qalxır. 2% hallarda sən isti qoyursansa, ağrı keçmirsə, 2-3% hallarda buz qoymaq lazımdır. Bu efirində dəfələrlə demirəm. Buz qoymaq 2-3% hallarda, az faizdə buz qoyanda keçir. Bu fərqlidir. Və indi Hocam, bu bilmirəm, isti qrelka yoxsa soyuq qrelka müəyyən əməliyyatlarda da qoyurlar. Yəni o nə şey eləyir ki? Yox, soyuğu yenə deyirəm. Əgər bir adamın bir ağrıdan böyrək daşsa, isti qrelka qoyursan ki, genişlənsin, daş düşsün. Bir adamda qanaxma varsa, buz qoyursan ki, damarı sıxsın, qan dayansın, axmasın. Burada fərqli olan nədir? Heç elm özü onu tapanmır ki, burada nədir kökü? 97%, 98% hallarda isti migren ağrıları götürür. 2-3% halda buz qoyursan. Bax, mən yeri gəlmişsən ilə buz ondan da istifadə edirəm, podagra xəstəliyində, ayaqda, barmaqlarda. Şiddətdən ağrıdan qıvrılır. Oraya buz qoyan kimi ağrını dayandırır. Və boyunda da 2-3%, əgər migrenli xəstələr bu sözü eşidib, gedib hamısı dediyin qaşıq məsələsini eləsə, çox pis günə qalacaqlar. İsti effekt verməyəndə 2-3% hallarda qaşıq olsun, buradakı ət yağ olsun, buzxanadakı qoyduğu kapron qabda, tulkada su olsun, buz qoyanda kəsir.